Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Marsol Qrup və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə uğurlu tərəfdaşlıqda xanım sahibkarlar layihəsinə yenidən start verilib. Bu məqsədlə Bakı Kobevində keçirilən tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatçıların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər. Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə qadın sahibkarlığının inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, artıq 3-cü ildir keçirilən layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Bu ilki layihədə müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlim, seminar və master-klasslar, işgüzar görüşlər, ofis istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. Davamlı olaraq 3-cü ildir ki, bu tədbirdə iştirak edirəm. Əslində çox faydasını görmüşəm. Çünki ölkədə olan qadın sahibkarları bir yerə toplayır və istər-istəməz bu ərəfədə biz bir-birimizdən daha yaxından tanış oluruq, iş əlaqələri qurulur. Eyni zamanda bu tədbir çərçivəsində biz həm də təlimlərə qoşuluruq, dövlət rəsmiləri ilə görüşlərimiz olur. Bəzən düşünürlər ki, qadın hara, sahibkarlıq hara, amma mən o cür düşünmürəm. Ona görə ki, qadınlar daha çox əzmli olurlar, mənə elə gəlir. Çünki həmişə bizi bir zəif cins kimi görürlər deyə bu bizə daha çox stimul verir. Xırda bir qığılcım belə böyük bir biznes üçün başlanğıc ola bilər. Məsələn, mən özüm bir neçə sahədə fəaliyyətim var. Amma bunlar heç də birdən-birə yaranmayıbdır. 20 ilə yaxındır ki, artıq qadın sahibkaram. Amma artıq öyrəndiklərimin faydasını görərək bir yox, artıq 3 sahədə biznesimi belə deyək, başlayıb inkişaf elətdirmək yönündəyəm. Layihənin xanım sahibkarlar, xüsusən gənc xanım sahibkarların həyatında çox böyük rolu var. Bu istər uğur baxımından olsun, istər belə deyim, yeni həyata keçiriləcək layihələrə dəstək baxımından olsun, çox böyük faydalar əldə etmişik bu layihəyə qoşulmaqla. Dövlət rəsmilərində yeni başlayan bir xanım üçün müəyyən iş prosesində alınacaq icazələr, göstəriləcək belə deyim, yollar var ki, bu yeni başlayan xanımlardan ötürü çox böyük çətinliklər yaradır və bu layihə direkt belə deyim, bu problemlərin aradan qaldırılmasına fokuslanıb sanki. Düzdür, burada çox böyük networking əlaqələri var. Uğurlu sahibkar olmağın belə deyim, birinci sirri çox çalışqan olmaqdır. İstəkli və məqsədli, məqsədinə doğru dayanmadan, yorulmadan hərəkət etməkdir. Birinci budur, ikinci isə gözəl networkinglər. Qeyd edək ki, tədbirdə iştirak edən qadın sahibkarlar Bakı Kobevinin fəaliyyəti, burada sahibkarlara göstərilən xidmətlərlə tanış olublar. Layihənin bu ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.